Hər kəsə salam. Deməli bugün etik kraksların dad testini eləyəcəm. Bir də bu arada mənə yazırlar videoların keyfiyyətsizdir. Bilirəm, mənim videolarım keyfiyyətsizdir. Çünki mənim nə mikrofonum var, nə işıqlandırmam var, nə də başqa bir şey. Sadəcə telefonla çəkirəm deyənə bəli, biraz keyfiyyətsizdir. Bunları bilirəm. İrəlidə görək keyfiyyətli olacaq. Yaşıl kraksdan başlayıram. O birisini açmayacam. İkisini də açmayayım. Bəlkə heç bunu yeyə bilmədim. Yəni belə bir şeydir. Görək dadı necədir. Birinci dəfədir bax mən bundan yeyirəm. Bunun sadə variantını yemişəm. Bax belə variantı birinci dəfə yeyirəm. Acı, baharatlı. Çox acıdır. Məsləhət izləyicilərə məsləhət görürəm. Yəni nə bilim, acılı sevənlərə məsləhət görürəm. O birini daha açmadım. O da yəqin bu kimi acı olacaq. Təşəkkürlər izlədiyiniz üçün.